Salam, efirdə Region News'un informasiya buraxılışıdır. Mən onun aparıcısı Turac İbrahimovayam. Parlamentin yaz sessiyasının plenar iclası Gürcüstanın dövlət himni ilə açılıb. Parlamentin reglamenti ilə müəyyən edilmiş qaydalara əsasən yaz və payız sessiyaları ildə 2 dəfə keçirilir. İrakli Girtsxalya İsveçrə tərəfinə müraciət edərək izah etdi ki, onlar Gürcüstanda mövcud olmayan problemlərə vaxt itirməməlidirlər və onları real çətinliklər üzərində işləməyə çağırdı. Nino Cilosani sessiyada çıxış edib. Cilosaninin sözlərinə görə Qaxariya partiyasının nümayəndələri həqiqətdən qaça bilməyəcək və uzun müddət qeyri-müəyyənlik içində qalmalı olacaqlar. Yaz sessiyası fevralın 3-də açılaraq iyunun 26-sında başa çatır. Gürcüstanın baş naziri İrakli Qobaxidze Dünya Hökumət Sammitində iştirak edir. O, qlobal ticarət və logistika mövzusunda sessiyada çıxış edib. Görüşdə beynəlxalq ticarətin üzləşdiyi çətinliklər, geosiyasi proseslərin təchizat zəncirlərinə təsiri və alternativ tranzit yollarının əhəmiyyəti müzakirə olunub. Baş nazir qeyd edib ki, Ukraynada davam edən müharibə ənənəvi ticarət dəhlizinə təsir göstərib. Nəticədə yeni və sabit marşrutlara ehtiyac yaranıb. Bu kontekstdə o, Asiya ilə Avropanı Gürcüstan vasitəsilə birləşdirən beynəlxalq nəqliyyat üçün etibarlı alternativi təmsil edən orta dəhlizə diqqət yetirdi. İrakli Qobaxidzenin sözlərinə görə, Gürcüstan qlobal iqtisadi məkanda əlaqələndirici halqa rolunu effektiv şəkildə yerinə yetirə bilməsi üçün nəqliyyat və logistika infrastrukturunu inkişaf etdirməyə davam edir. Ənənəvi marşrutların etibarsız olduğu bir dünyada alternativ dəhlizlər vacib hala gəlir. Parçalanmış qlobal iqtisadiyyatda bölünmələri aradan qaldıra bilən ölkələr əvəz olunmaz hala gəlir və qeyri-müəyyənlik dövründə sabitliyin özü strateji bir sərvətdir. Dünyanın daha dayanıqlı ticarətə ehtiyacı var. Onun təcriddə ehtiyacı yoxdur. İntellektual şaxələndirməyə ehtiyacı var. Tərəflər seçməyə ehtiyacı yoxdur. Etibarlı birləşdirici körpülərə ehtiyacı var. Bu vəziyyət bizi orta səviyyəyə aparır ki, bu da sadəcə bir seçim deyil, qlobal ticarət üçün qaçınmaz şərtdir. Milli Qida Agentliyinin məlumatına görə 2025-ci ildə dövlət qida təhlükəsizliyi sahəsində ölkə üzrə müxtəlif profilli təxminən 40 min biznes operatorunu yoxlayıb. Nəticədə təxminən 4050 inzibati xəta aşkar edilib. Ən çox rast gəlinən qanun pozuntuları iqtisadi fəaliyyətlər reyestrində qeydiyyata alınmayan və agentlik tərəfindən tanınmayan fəaliyyətlərlə, eləcə də etiketləmə və izləmə qaydalarının pozulması ilə bağlı, həmçinin müddəti bitmiş qida məhsullarının satışı olub. Agentlik bu cür qanun pozuntularının qarşısının alına biləcəyini bildirərək biznes sahiblərini qeydiyyatlarını vaxtında yeniləməyə çağırır. Etiketləmə və izləmə tələblərinə əməl edin. Məhsulun son istifadə tarixinə diqqət yetirin və müddəti bitmiş qidaları istifadə etməyin və ya atmayın, deyə agentlik öz bəyanatında bildirir. Son 24 saat ərzində Tbilisidə və bölgələrdə aparılan polis əməliyyatları nəticəsində Daxili İşlər Nazirliyinin əməkdaşları cinayətkar aləmlə əlaqəsi olan 45 nəfəri həbs edib. Saxlanılanlardan 15 nəfərə qarşı ittiham irəli sürüləcək. Bəziləri həbsdədir, bəziləri isə qiyabi mühakimə olunacaq. O cümlədən 3 qanuni oğru məhkum edilib. İstintaq onları cinayətkar aləmdə üzvlük, cinayətkar aləm fəaliyyətlərini dəstəkləmək, cinayətkar aləm üzvünü həvəsləndirmək və qanuni oğurluqda ittiham edir. Yuxarıda göstərilən cinayətlər 15 ilə qədər həbs cəzasını nəzərdə tutur. Hüquq mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində və yaşayış evlərində axtarış apararaq onların bir-biri ilə, eləcə də xaricdəki kriminal avtoritetlər və sözdə qanuni oğrularla əlaqə saxladıqları, kompüter avadanlıqları və mobil telefonları sübut kimi müsadirə ediblər. Polis həmçinin müxtəlif növ narkotik maddələri də müsadirə edib. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 15 ilə qədər
azadlıqdan məhrum etmə cəzası nəzərdə tutan maddələrlə aparılır. Gürcüstan Daxili İşlər Nazirliyinin əsas prioriteti mütəşəkkil cinayətkarlıqla, xüsusən də sözdə yeraltı dünya ilə əlaqəli cinayətkar fəaliyyətlərə qarşı sistemli mübarizə aparmaqdır. İctimai asayişi və təhlükəsizliyi mümkün qədər qorumaq üçün cinayətkar əməllər törədən bütün şəxslər qanunun bütün sərtliyi ilə cəzalandırılacaqlar. Əsas vəzifəmiz hər bir vətəndaşın təhlükəsizliyini qorumaqdır. Marneulli idmançılar MMA üzrə ləyaqətli və effektiv çıxış nümayiş etdirdilər. Ramil Elçiyev Gürcüstan çempionatında qızıl medal qazandı. Eyni qrupda çempion Kərəm Hacıyev və MMA üzrə 3-cü yeri tutan Raul Elçiyev də var. Bu isə komandanın sabit və peşəkar fəaliyyətinə işarət edir. Çempion artıq təlim məşqlərini başa vurub. Tezliklə Serbiyanın Belqrad şəhərində keçiriləcək beynəlxalq MMA turnirində iştirak edəcək. Biz Gürcüstan çempionatı turnirində olduq. Lisenziyalı turnir idi. Kərəm Hacıyev 1-ci yeri tutdu və Serbiyada keçirilməsi planlaşdırılan Avropa çempionatına lisenziya qazandı. Raul Elçiyev isə 3-cü yeri tutdu. Avropa çempionatına gedə bilməyəcək. Bu uşaqlar üçün çox ciddi bir nailiyyətdir. Gördüyünüz kimi Gürcüstan MMA baxımından ciddi bir ölkədir. Mən fəxr edirəm ki, bu uşaqlar Marneul'dəndir və biz onların arxasındayıq. Mən Raul İsmayılovam, 17 yaşım var. Gürcüstan çempionatında ilk dəfə 17+ kateqoriyasında iştirak etdim və orada 3-cü yeri tutdum. Gələcək məqsədim MMA üzrə dünya çempionu olmaq və bu sahədə yaxşı karyera qurmaqdır. Və salam hörmətli tamaşaçılar, mən sizinlə sağollaşıram. Sağ olun, sağlıqla qalın.